Bu 4 ildə xatirələriniz nə oldu? Başlayın bir. Düzdür, 4 ildə hər il başqa şeylər öyrəndik. Bir illər bir səhvimiz oldu, bir düzümüz oldu. Hər il başqa səhvimiz, düzümüz oldu. Çox şey öyrəndik, çox şey və öyrənmədiklərimiz də var. Siz çox sevindim. Sonra çox dərs öyrəndik, həyatı öyrəndik. Bu hansısa bir səhv eləyəndə onu necə özümüzü ifadə etməyi öyrəndik. Təcrübə necə, təsvir elədik. Aferin. Dərsdə Sevindiniz ki, nə yaxşı siz məktəblə tanış oldunuz, gəldiniz, qalsaydınız, oxumasaydınız. Birinci sinifdən bu vaxta çox fərqi var. Birinci sinifdə yəni mən inanmazdım yəni oxuya biləcəyimə. İndi Siz deyin, mən də sonunda sizi nə bağlıdır şeyləriniz. Yaxşı tanışam onlardır. Yaxşı var. Ən çox şey dərs verir. Hər şey öyrəndik, həyatda hər şey. Bu məktəbdə çox xoş xatirələrimiz oldu. Mən yenə də olsam həmişə bu məktəbdə oxuyurmuş. Sizdən dərs alıb və sizdən onları təzyiq edirəm. Heç bir şeydən narazı deyiləm. Mən də. Bu 4 ildə nələr öyrəndiniz? İstər təhsil olsun, istər dostluq, yoldaşlıq olsun, istər həyat təcrübəsi olsun. Siz indi 4-cü sinif olsanız da, ən böyüyünüzün 17, ən kiçiyinizin də 13 yaşı var da. Nələr öyrəndiniz? Mən həyatı, Çox sevindim. 4 ildə başladım. 6 uşağım çox sevindim. Ört qat. Çox sevindim. Evet, çox uşaqlar. Aldılar dərsçisə. Çox sevindim. 6 uşaq. Çox istəyirəm ona deyək müəllimlər çox istəyir bizi. başqa şey. ümid edirəm ki, heç zaman ayrılmam. Davam gəlir. İnşallah. Burada olursunuz. Mən də sizin adınıza sevindim ki, bu 4 ili xoş-başa vurduq. Hər altınız haqqında da. Dərs müddətində təbii ki, dərsin gedişatını qorumaq üçün bəzən ciddi olmuşam, bəzən mülayim olmuşam. Amma bunun hamısı sizin yaxşı təhsil almağınız üçün. Təhsildən də əsas mən istəyirdim ki, siz onsuz da gecikmişdiniz. Təhsildən yayındırılmışdınız. İstəyirdim, əgər öyrədə bilmişəmsə nə xoş halıma mənim ki, sizin haqqlarınızı, hüquqlarınızı öyrədim. Özünüzü müdafiə eləməyi öyrənəsiniz. Ən azından sadə bilik bacarıqlarına malik olasınız. Sevinirəm də ki, bu 4 ildə altınızda buna nail oldunuz. Ən azından sadə hesab olsun, yazı olsun, bunları bilirsiniz. Artıq həyatda sizə lazım olan sadə şeylərdən istifadə edə bilərsiniz. Bundan sonra da ümid edirəm ki, təhsilinizi davam elətdirərsiniz. Bəlkə bəziniz universitetdə oxuyasınız, bəziniz oxumayasınız. Amma hər hansı peşəyə sahib olmağınızı çox istəyirəm ki, əlinizdə bir peşəniz olsun hər zaman. Hər birinizin də bacarığı var. Mənim sizə öyrətdiyim qədər mən də sizdən çox şey öyrəndim əslində. Mən də sizi tanıyana qədər bilmirdim ki, Azərbaycanda təhsildən yayındırılan belə uşaqlar var. Ən sadə hüququnuzun belə əlinizdən alınmağına baxmayaraq, sizin bu qədər pozitiv həyata, necə deyim, xoş baxışınız, ailənizi sevməyiniz, bunun hamısında mən sizdən öyrəndim ki, insan həyatda tutunacaq nələrsə tapır. Və siz bu yaşda bunu bacarmısınız. Artıq gələn il Fatıma müstəqil insan olacaq. Bu yolda da mənim də bir payım olduğuna görə sevinirəm. Nəsə bir təsirim olubdursa müsbət yöndə çox sevinirəm. Təhsildən çox mən həmişə çalışdım ki, sizə həyatı öyrədə bilim. Dediyim kimi, öz hüquqlarınızı qorumağı bacarasınız. Təbii ki, öz hüququmuzla yanaşı digər insanların da hüquqlarına hörmət etməliyik. Vəzifələrimizi də bilməliyik. Mənim sizdən bu 4 ildə narazılığım olmayıbdır. Nəsə təbii ki, insanlıq, hər bir insanda səhvi olur. Danışıb həll eləmişik öz aramızda, öz sinifimizdə. Valideynləriniz də bəlkə də bilməyiblər, bəlkə cahilliklərindən olubdur, sizi təhsilə yönləndirməyiblər. Amma bu 4 ildə həqiqətən onların da mən necə səy göstərdiklərini görmüşəm. Hər birinizin ailəsi də yaxşı ailələrdir. Ona görə siz də onların qədirlərini bilin. Bəlkə bilməyiblər, bəlkə şərait olmayıbdır. Özləri də oxumayıblar, bilməyiblər vacibliyini. Əsas odur ki, onlar da səhvlərini başa düşüb sizi yönləndiriblər təhsilə. Siz də bundan istifadə edərsiniz və həqiqətən buna görə dövlətimizə də çox şey borcluyuq ki, bu şəraiti yaradır. Sizin üçün ayrıca fərdi bir sinif açıb və siz də öz təhsilinizi almışsınız. İndi istəyirəm sizin hamınızdan qucaqlaşam. Mənim üçün də biraz duyğusalam ki, sizdən ayrılacağam. Amma inşallah ümid edirəm ki, həyat yolunuz həmişə işıqlı olsun.